İkinci Vətən müharibəsində Qarabağ ordeni ilə təltif edilən hərbiçilərimizdən biri də Vətən müharibəsi əlili Əsgərzadə Bəkir Zakiroğlu 20 fevral 1995-ci ildə Qax rayonunda anadan olub. O 2001-ci ildə Qax rayonu Zərnəkənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Bəkir Əsgərzadə 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2012-ci ildə liseyi fərqlənmə ilə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə ali təhsilini mühəndis istehkamçı ixtisası üzrə başa vuraraq leytenant rütbəsi ilə Bakı şəhərində yerləşən en saylı hərbi hissədə mühəndis istehkam tağım komandiri vəzifəsində xidmət etmişdir. 2020-ci ildə Yevlax rayonunda yerləşən en saylı hərbi hissədə mühəndis xidməti rəisi vəzifəsinə təyin olunub. 27 sentyabr 2020-ci ildə başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edən zaman mina partlayışı nəticəsində sol ayağı amputasiya edilib. O, 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi xidmətdən təxris olunub. Ailəlidir. Bir övladı var. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəkir Əsgərzadə Qarabağ ordeni ilə təltif edilib. O, həmçinin Suqovuşanın azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə də təltif edilib.